də çəkim görüm alınacaq yoxsa yox. Axı bu niyə alınmır? Niyə əli düzəldə biləcək mən yox? Niyə ağza düzəldəcək mən yox? Məktəbdə deyəcəklər, cırtdan heç də düzəldə bilmir. Mən neyniyim axı? Bunu da belə eləyim, görün buradan alınacaq. Ay Allah, nə qəşəng alındı bu. Alınmır. Buna aparım cırtdan. Cırtdan görər gəlsən, xoşuna gələr. Ay, nə yaxşı oldu bu. Uşaqlar görəsən gəlib. Necə? Cırtdan? Cırtdan nə olub? Heç nə. Alınmır çiçək bacı, alınmır. Niyə? Nə alınmır? Nə olub? Alınmır çiçək bacı. Niyə ağlayırsan axı? Məktəbdə mənə deyəcəklər, cırtdan heç də düzəldə bilmir. Niyə? Baxın görün, baxın. Bax görsən alınmır. Gör nə qədər kağız tökmüşəm bura. Axı bu qədər kağız. Axı necə ola bilər? Axı cırtdan heç nə düzəldə bilməsin. Ola bilməz nəsə düzəldə bilmirsən. Düzəltmək istəmirsən, amma pis deyil axı. Mən buraya baxıram, qəşəng şəkildir burada. Alınmır da, alınmır. Nə düzəltmək istəyirsən? O nədir əlindəki sənin? Bunu mən düzəltmişəm. Gətirdim ki, sənə göstərim, uşaqlara göstərim. Uşaqlar gəlib, xəbərim yox. Bilmirəm, xəbərim yoxdur. Uşaqlar gəlib. Salam uşaqlar. Salam əziz dostlarım. Mənim bacarıqlı, qəşəng əl işləri olan dostlarım. Necəsiz? Sizi xoş gördük. Ay Allah. Ağlayın, ağlayır. Çiçəyi də düzəltdi, mən düzəldə bilmədim. Axı sən nə istəyirsən, nəyi düzəltmək istəyirsən? Cırtdan, ay cırtdan. Nə olub axı? Bir də qəşəng başa sal mənə. Bilirsən? Bilirsən nə olubdu çiçək bacı? Yox. Mən heç nə düzəldə bilmirəm. Heç düzəldə bilmirsən? Ola bilməz. Ağlama cırtdan, bir dənə gözlə. Hə. İstəyirsən mənkinə baxasan? Bilirsən, müəllim deyib ki, orada nə edəcəksən? Evdə əl işi düzəldin. Adam da müəllimin ağzını əyər. Bu nədir? Yenə başladı. Mən demişdim axı pis işdir bu. Bilirəm, pis işdir, amma mən heç nəyə bacarmıram. Niyə belə olur axı? Ola bilməz bacarmırsan. Sən neynəmirsən bacarmırsan axı? Çiçək bacı. Ay Allah, uşaqlar mən neyniyim axı? Necə eləyim? Mən gətirmişdim bunu qəşəng sənə göstərim, uşaqlara göstərim. Çiçək də düzəlt. Ürəyimdə qoydun onu. Çiçək bacı, mən yaxşı tapmaca deməyi bacarıram. Qurtardı. Tapmaca deməyi bacarıram mən qəşəng. Yaxşı, onda gəl sən tapmacanı de, uşaqlar gözləyirlər. Gəl tapmacaya gedək daha doğrusu. Tapmacanı deyək və uşaqlar da aşağıdakı nömrələri tez yazsınlar. Oldu uşaqlar? Yazın, göndərin. Göndərin ki, cırtdana göndərdim. Mütləq. Hə uşaqlar, bugünkü tapmacamız belədir. Gedən karvan oyandı, göylər ala boyandı. Azançı azan verdi, el yuxudan oyandı. Aha, nədir cavabı? Hə, yazın, bax, nömrələr aşağıdadır. Baxın, diqqətlə, qəşəng cavabı, düzgün cavabı tez göndərin. Hə, cırtdan, istəyirəm uşaqlara, bugün sənin nağılını danışım. Hə, nənə, mənim nağılımı danış. Nə yaxşı. Biri var idi, biri yox idi. Bir nənənin balaca bir nəvəsi var idi. Onun adı Cırtdan idi. Bir gün dostları gəlib qapını döydülər və dedilər Cırtdan, biz meşəyə gedirik, bizimlə gəlmək istəyirsən? Cırtdan sevindi. Ay nənə, nə olar, qoy mən də gedim də meşəyə. Hə, nənəsi güldü və dedi ki, gedə bilərsən. Amma getməmişdən qabaq həm Cırtdana, həm onun dostlarına yağlı çörək verdi.
Uşaqlar yola düşdülər və meşəyə tərəf yollandılar. Biraz getmişdilər ki, gördülər, Cırtdan gəlmir. Dedilər, ay Cırtdan, sən niyə gəlmirsən? Cırtdan dedi, yorulmuşam. Nənəm sizə yağlı çörək vermişdi. Siz də gərək məni öz belinizə alıb aparasınız. Uşaqların əlacı kəsildi, Cırtdanı belinə alıb apardılar. Çatdılar meşəyə, öz şələlərini yığdılar, düzəltdilər, yollandılar. Gördülər, Cırtdan yenə də gəlmir. Ay Cırtdan, indi niyə gəlmirsən? Şələ ağırdır. Uşaqlar meşədə şələlərini yığdılar, kürəklərini alıb yollandılar. Gördülər ki, Cırtdan yenə də gəlmir. Dedilər, ay Cırtdan, indi niyə gəlmirsən? Cırtdan dedi, nənəm sizə yağlı çörək vermişdi. Mənim də şələmi özünüzlə aparın. Onlar şələni də götürdülər, kürəklərini aldılar, yollandılar. Az getmişdilər ki, qaranlıq çökdü. Bilmədilər hara getsinlər. Bir tərəfdən işıq gəlirdi, bir tərəfdən iç hürürdü. Dedilər, ay Allah, ha tərəfə gedək biz? Cırtdan dedi, gəlin işıq gələn tərəfə gedək. Bəlkə biz onda yolu tapa bilərik. Onlar birlikdə işıq gələn tərəfə getdilər. Gördülər bir mağaradır və orada bir div yaşayır. Div bunları görüb dedi, nə yaxşı oldu. İndi bunları evə çağıraram, öz mağarama və axşam bunları yeyərəm. Ay uşaqlar, nə olub sizə? Hardasınız, hardan gəlirsiniz? Uşaqlar dedilər, biz yolumuzu azmışıq. Div dedi, gəlin içəri, istirahət edin, sabah yolunuza davam edərsiniz. Div onları içəri dəvət etdi. Onlara yemək verdi, yer göstərdi ki, onlar yatsınlar. Elə ki, yuxuya getdilər, div dedi, bunlardan birini artıq yeyim. Kim yatıb, kim oyaq? Cırtdan tez yerindən qalxdı. Hamı yatıb, Cırtdan oyaq. Div dedi, Cırtdan niyə oyaq? Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq qayğanaq bişirərdi. Mən onu yeyib yatardım. Div dedi, yaxşı, mən sənə qayğanaq bişirərəm. Div getdi, onun üçün qayğanaq bişirib gəldi. Cırtdan qayğanağı qabağına qoyub yedi doyunca və uzandı yatsın. Div biraz da gözlədi. Dedi, indi yatıblar. Gəldi, yenə yaxınlaşdı. Kim yatıb, kim oyaq? Hamı yatıb, Cırtdan oyaq. Div dedi, axı Cırtdan niyə oyaq? Dedi ki, Cırtdan dedi, nənəm mənə yatmamışdan qabaq xəlbirlə gedib çaydan su gətirərdi. Mən o suyu içib yatardım. Div dedi, yaxşı, mən sənin üçün gətirərəm. Xəlbiri götürüb çaya get. Nə qədər sudan götürdüsə, su xəlbirdən yerə töküldü. Vaxtdan istifadə edən Cırtdan tez dedi, ay uşaqlar, durun ayağa, durun. Div bizi yemək istəyir. Uşaqlar həyəcanla qalxdılar. Tez şələlərini götürüb mağaradan qaçdılar. Gəlib yavaş-yavaş çaydan keçdilər. Səhər artıq açılmışdı. Div uşaqları çayın o səmtində görüb dedi, ay uşaqlar, hara gedirsiniz? Necə gedirsiniz? Necə keçdiniz çaydan? Cırtdan dedi, bura nə var ki? Sən də bizim kimi keçə bilərsən. Div dedi, bəs mən necə keçim? Dedi, nə var ki? Sən dəyirman daşını boynuma salacaqsan, çaydan keçəcəksən. Div buna aldandı, böyük dəyirman daşını boynuna keçirtdi. Amma Cırtdan sudan keçəndə daş ağır olduğuna görə suda batıb getdi. Və Cırtdan öz ağlı ilə öz dostlarını xilas etdi və onlar sevinə-sevinə öz evlərinə qayıtdılar. Cırtdan, nağılım xoşuma gəldi. Nənə gördün necə mən qəhrəman Cırtdanam, dostlarımı xilas eylədim. Ay Cırtdan, sən demədin nə istəyirsən eləmək ki, eləyə bilmirsən, əlindən gəlmir. Bir də görüm, məsələn, başa sal, mən başa düşmədim axı. Deməli belə. Müəllimə deyib ki, evdə nə bacarırsınızsa hazırlayın, düzəldin, əl işi kimi.
Hə də bacardığınızı düzəldin. Düz deyib də. Bəs bilmir ki, cırtdan hər şeyi bacarır? Aha. Ağlıma o qədər şeylər gəlib ki, hər şeyi düzəltmək istəyirəm. Fikirləşdim ki, bir dənə ev düzəldim. Amma Aha. bacarmıram. Nə Niyə? qədər evim alınmır, nə edəcəm axı mən, nə edəcəm? Yəni bilmirsən necə düzəldəsən? Yox, bir də əvvəllər ev düzəltməmişəm axı mən. Aha. Amma görmüşəm də mən kartondan düzəldirlər rahat. Deməli əvvəlcə vərəqə düzəldəcəyi evin rəsmini çəkir. Sonra kartonda ölçüb, biçir, kəsirlər. Bəli, Nə var ki orada dedim, mən də düzəldərəm də cırtdan nə üçün. oldu Nədir indi? ki bu? Fikirləşmişdim ki, evi düzəldərəm. Nə boyda, yekədə yəni. Sonra apararam Aha, məktəbə. nə boyda, hə. Müəllim və uşaqlar görər, deyərlər ki, əhsən sənə cırtdan. Nə qəşəng ev düzəltmisən. Hə, deməli sən əhsən eşitmək istəyirsən də? Deyim, əhsən sözü də eşitmək istəyirəm Çiçək bacı. Qəşəng iş də görmək istəyirəm də. Hə, düzdür. Qəşəng insan yaxşıdır ki, çalışsın, qəşəng iş eləsin. Amma Hə. insan bacardığını da eləməlidir ki, gücü çatdığı qədər bacardığını eləməlidir. Da elə bir şey eləməməlidir ki, həm gücü çatmasın, həm bacarmasın. Belə qalsın, otursun, ağlasın. Hə, Çiçək bacı düz deyirsən. Mən görmüşdüm ki, o videoda xəttləri düz çəkirdilər. Amma mən bu xəttləri düz çəkə bilmirəm. Niyə? Bilmirəm də niyə. Elə düz çəkmək istəyirəm, ancaq ayrı gedir. Aha. Biraz da çəksə nə olardı? Belə hövsələsizliklə bir şey eləmək olmaz. Bacarmıram. Bacarmıram. Cırtdan bacararsan, elə bilirəm ki, sən çox gözəl bacararsan. Sən ağıllısan, bacarıqlısan. Bacarıqlıyam da düzdür, hər şeyi bacarıram. Ancaq niyə bunu bacarmıram? Mənə çox maraqlıdır. Çiçək bacı, sən Çünki mən deyim də bacara sənə. bilmərəm mən? Çünki sən hövsələn çatmır. Elə heç istəyirsən ki, tez olsun, hə? Elə bilirəm, tez olsun, yekə Hə, olsun, tez olsun. qəşəng olsun, görkəmli olsun. Sonra məktəbdə baxanda desinlər, "Vay!" Bu işdə səbir tələb eləyir. Bunu başa düşürsən sən? Gərək sən səbirli olasan. Elə deyil uşaqlar. Bir şey düzəldəndə insan birinci başlayır onu elə cırtdan demişkən rəsmini çəkir. Ola bilər bir neçə gün çəksin. Ay, neçə Ola gün? bilər- Ola bilər. Bir götür. Sən deyirsən çox gözəl bir şey düzəltməksən. Hə. Çox gözəl bir şeylər biraz vaxt aparır. Eşidirsən? Zəng gəlir. Qulaq asım, qulaq asım. Aa, zəng gəlir. Uşaqlar, aşağıdakı nömrələ yazın və iştirak eləyin müsabiqəmizdə. Gedək, gedək. Hə, getdi, getdi. Gəlin gedək. Lay 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 lay. Salam dostum. Salam, Necəsən? yaxşıyam. Adın nədir? Səccad, Neçə yaşın var Səccad? 6, Neçə? 6, 6. Sən tanıyırsan mən kiməm? Cırtdan, Əlbəttə ki, cırtdan. Hə, oyunumuza hazırsan? Başlayaq. bəli, İndi buradakı xanalardan birini seç. Gedək oyunumuza. beş, 5. La la la. Aha! Kasa oyunumuz var burada. Hə, Səccad. Bu kasaların altında bir dənə yumurta var. Bu yumurtanı tapmalısan. Hazırsan? Diqqətlə Hə. bax ha, yaxşı. Başladıq. Aha! Yuhu, getdi. Aha, indi bu yumurta kasa bağlanacaq. Diqqətli ol. Hansındadır? Neçəncidə? 2, İkincidə. Aha, açaq görək. Aferin sənə. Qalib oldu dostum. Hə, oyunumuz xoşuna gəldisə, gedək o birisi oyunumuzu oynamağa. Hə? Getdik. Hə, Səccad. İndi buradan bir dənə xana seç və başlayaq oyunumuza. 6, 6. Aha, görək
burada nənəmin qoyunları var. Onların sayını mənə deyərsən və qıraqdan qurd gələndə də mənə, canavar gələndə də mənə mütləq xəbər elə. Yaxşı? Yaxşı. Başlayaq. Bəli. Başladı. 2, 1, başla. Canavarlara da diqqət eləyə ya mütləq. Gələndə mənə xəbər elə. 9. Neçə? 9'dur. Baxaq görək 9'dur. Canavar geldi. Təkrar yer oynayaq. Səccad. Doğru cavab olmadı. Hə. Təkrar oynayırıq, hə? Hə, başqa oyun oynayaq sənlə. Bəli. Başqa oyun oynayaq. Hazır ol. Gedək başqa oyun oynayaq. Bana yenə seçərsən və başlayarıq oyunumuza. Hə, Səccad, bir dənə xala seç. 1. 1. Oo, maraqlı oyunumuz var burada. Səccad, bu qutuların içində müxtəlif əşyalar var. Onların hansı yeri doğrudursa, o xananı mənə deməlisən. Hazırsan? Hə. Hansı xanada nə yerləşir mütləq mənə denə. Başladıq. Aha, açıldı. Diqqətli baxaq və başlayaq. Çox qəşəng oyundur. Mənim bu oyundan çox xoşum gəlir. 3, 2, 1, başla. Aha. 8. Nə? 18. 18'də nə var? Müzəffər. Müzəffər. Nə var? Müz- Almaz. Görək, almaz. Müzəffər. Aha, Almaz. müzəffər. Almaz var. Aferin. Sonra Bir kaktüs. bir də kaktus. Baxaq, görək. Aferin. Sonra aha, diqqətlə baxaq görək. 17'de hamburger var. 17'də hamburger. Baxaq görək 17. Əhsən sənə, aferin Səccada. Dostumuz qalib oldu. Çox sağ ol Səccad, oyunumuzda iştirak elədin və bizdən hədiyyə qazandın. Sağ ol, dostlarına da deyərsən bizim müsabiqədə iştirak eləyər, yaxşı? Yaxşı. Sağ ol. Sağ ol. Yenə alınmadı. Gördüyün çiçək bacı. Gördüm. Amma mən maraqlıdır ki, sən niyə görə öz dostlarından kömək almırsan? Yəni sən o dostlarına kömək alsan daha keyfiyyətli olmalı, sən də bir şey öyrənmiş olmazsan. Çiçək bacı, mən kim kömək eləyəcək? Onlar Dostlarım. ancaq özü üçün düzəldirlər. Heç kəsdən heç nə soruşmayacağam. Axı mən çox ağıllıyam. Ona Axı sən görə də dostsan. məndən soruşmalıdır. Mən heç kəsdən soruşmayacağam. Vay. Niyə ay cırtdan? Papağım da düşmüşdü. Ay, hə, düzəldi. Cırtdan özündən çıxma, özünə gəl bir dənə. Deyirəm ki, sən dostlarınla birlikdə kömək alsan, bir iş görsən, mən elə bilirəm daha keyfiyyətli olardı. Çünki siz dostsuz. Bunu da nəzərə alın ki, siz dostsuz. Yadıva gəlir, sən məsələn, yadıva gəlir, divi yıxmağa getmir, divi yıxdıza, sən onlara kömək elədin. Onlar sənə harda kömək elədilər? Mənim ağlımdan istifadə elədilər. Divədə qalib gəldi. Ondan qabaq. Qəhrəmanam. Ondan qabaq nə etdilər? Ondan qabaq sənə şələləri daşımaqda kömək elədilər, yığmaqda kömək elədilər. Nənəm də yağlı çörək vermişdi də, nə olsun? Ay cırtdan. Nənəm də yağlı çörək vermişdi. Bax,
siz dostsuydunuz deyə bir-birinizə kömək elədiniz. Onlar sənə şərədə kömək elədilər. Sən də onlara divdən xilas elədin. Deməli yağlı çörəyə görə onlar mənə kömək eləmir. Xeyr, xeyr, cırtdan. Onlar dostun idi deyə bu hərəkət elədilər. Bəs- Sənə kömək elədilər. Çiçək bacı, bəs mənə deməyəcəklər ki, cırtdan çox zəifdir, heç Yox. nəyi bacarmır, gəlib bizdən ancaq kömək Bilirsən? istəyir. Cırtdan, mən əvvəl də demişəm, elə deyil, uşaqların yadındadır. Mən əvvəl də demişəm, indi də deyirəm. Biz hər işi bacara bilmərik. Hərənin bir işi nədir? Birinin gücü var, birinin ağlı var. Biri bir işi bacarar, bir işi bacarmaz. Ona görə də bacarmadığımız işlərdə kömək almamızda heç bir eyb yoxdur. Ona görə də bunu fikrindən çıxart ki, mənə belə deyəcəklər, elə deyəcəklər. Məsələn, sənin üçün ola bilər ki, sənin elə dostun olsun ki, əl işləri qəşəng bacarır. Səbri, hövsələsi var, sənə fikirlər verə bilər. Elə deyil uşaqlar. Mən elə bilirəm ki, dostlarla birlikdə iş gördükdə daha tez alınır və daha keyfiyyətli alınır. Çünki o biri bu söz deyir, biri bu söz deyir. Deyir bunu belə eləyək, daha keyfiyyətli, daha qəşəng bir şey ərsəyə gəlir. Ona görə də uşaqlar heç vaxt dostlarınızdan dostlar kömək almağı unutmayın. Heç vaxt. Çiçək bacı, görürsən uşaqlar da öz dostlarından kömək alırlar. Bəli, mənim sözümü bax burada təsdiq edirlər. Elə deyil uşaqlar. Bəli, bax deyirlər ki, biz kömək alırıq. Cırtdan. Belədir nə? Başımız qarışıb, zəngi eşitmirsən deyəsən. Zəngin səsi gəlir. gəlirmiş, Gedək zəng müsabiqəyə. Gedək, Uşaqlar, unutmayın ha, aşağıdakı nömrələrə müsabiqə üçün müraciət eləyin. Uşaqlar, getdik. O hədiyyələr qazanmağa getdik. Getdik. Salam dostum. Tamam. Necəsən? Möhkəm danış, eşitmirəm səsini. Yaxşıyam. Neçə yaşın var? 10. Adın nədir? Nərgiz. Nərgiz, oyunumuza hazırsan? Bəli. Başlayaq. Bəli. Afərin. Hə, Nərgiz, indi buradakı xanaları görürsən ha. Bax, onlardan birini seç və başlayaq oyunumuza. Neçə? 4. Görək hansı oyunumuzdur. Nərgiz, başlayırıq. Kəsə oyunumuz var. Deməli, Nərgiz, bu oyunda kəsənin altında yumurta var. Bu yumurtanı kəsələr fırlanacaq. Sonra biz bu yumurtanı tapmalıyıq. Hazırsan? Bəli. Başladıq. Diqqətli ol ha, diqqətlə bax. 3, 2, 1, başladıq. Diqqətlə bax, yumurtanı izlə. Ortadakı. Biraz bəlkə yaxşı fikirləşəsən. Fikirləş. Birinci. Biraz da fikirləş. İkinci. Biraz da fikirləş. Üçüncü. Aha, açaq görək üçüncüdədir. Aferin sənə. Oyunumuzda qalib oldun. Bəs Nərgiz, başqa oyun oynamaq istəyirsən? Bəli. Getdik. Bir dənə xana seçək və başlayaq. Aha, la. Getdik oyunumuza. Hə, indi bir dənə xana seç və başlayaq. 2. Aha, hazır ol və başlayaq oyunumuza. Çox maraqlı bir oyun. Bu qutuların içində müxtəlif əşyalar yerləşir və sən o əşyaların yerini bizə deməlisən. Ən azı 3 dənəsini. Hazırsan? Bəli. Başla. Başladıq. Diqqətlə bax və görək hansı rəqəmin içində hansı əşyalar var. La. Hə, diqqətli bax. Bizə denən görək. Mavi bir şey var. Onu bilərəm. 18'də nə deyirlər onu? 18'də
8-dən neçə o dedim. Nə var 18-də? 18'de kristal var. Brilliant Mavi var renkte. 18-də. Hə, baxaq görək. Aferin. Sonra Bir de kaktüs var idi. bir də kaktus var. Baxaq görək. Əhsən sənə. Sonra bir dənəsini də denən. 17'də nə var bilirsən? Yeməli bir şeydir. Yeməli. Çox elədim sənə. Ya 3'te ya da 4'te banan var idi de. 3'də ya da 4'də banan var. Aha, 3'ə baxaq görək. 4'ə baxaq görək nə var 4'də. Ay, 4'də nar var. 3'ə baxaq hələ. 3'də də top var imiş. Bir dənəsini də seç. Onda 5'te banan var. 5'də banan var. Baxaq görək. Aferin sənə. Axır ki bananı tapdıq. Nərgiz, oyunumuzda qalib oldun. Çox sağ ol. İştirak elədin oyunumuzda. Bizdən hədiyyələr qazandın. Sağ ol. Çiçək bacı, bayaqdan əlindəkinə baxıram. Deyirəm bu nə qəşəngdir. Qəşəngdir doğrudan. Nə qəşəng düzəltmisən, özün düzəltmisən? Bəli, özüm düzəltmişəm. Mənim xoşum gəlir belə işlər görməkdə. Deyirəm çiçək bacı, bunu hamı gördü də, hə? Bəli. Yəni Gördünüz mən bu- uşaqlar, sizin də xoşunuza gəldi? Hə, yəni çox sağ deyirəm olun. ki, Hə. çiçək bacı, hamı gördüyünə görə mən bunu evə apara bilərəm. Evə aparıb nə etmək istəyirsən? Hə, özündə saxlamaq istəyirsən? Hə. Özümdə saxlamaq istəyirəm, divara asmaq istəyirəm, nənəmə göstərmək istəyirəm. Ha, nənəmə göstərmək istəyirsən? Hə. Hə, olsun, apar. Hə, Olsun. deyirəm ki, nənəm üçün apararam. Birinci məktəbdən sonra nənəmə apararam da, birinci məktəbə Məktəbdən sonra? Hə, Məktəbdən sonra? Yəni ki, hədə əvvəl istəyirəm aparım məktəbə göstərim, sonra da nənəmə aparacam da. Əsas odur ki, nənəm Məktəbə görəcək. göstərəsən. Aha. Hə. Uşaqlar, nəsə var burada. Yo, çiçək bacı, heç nə yoxdur. Nə yoxdur? Heç göstərmək istəyirdim ki. Sən buradan çıxıb Bax. evə gedəcəksən. Necə olur? Məktəbə niyə göstərirsən axı? Sabah deyirəm məktəbə gedəndə göstərərdim də, deyərdim ki, baxın görün çiçək bacı, nə qəşəng düzəldi. Çiçək bacı düzəldib, hə? Hə, birinci müəlliməyə göstərəcəm, sonra uşaqlara göstərəcəm. Belə qəşəng göstərəcəm də hamıya. Hə. Əsas odur ki, deyəcəm ki, düzəldilib də, hazırdır. Düzəldilib. Hə. Niyə deməliyəm ki, kim düzəldib, harda düzəldib, Uşaqlar, necə sizcə bu düzəldib. düzgündür? Əsas odur düzəlib də. Tərifləyəcəklər. Mən də o tərifləri gətirib sənə çatdıraram da. Nə var ki? orada? Mənə çatdıracaqsan. Hə. Nə deyim valla uşaqlar, siz nə fikirləşirsiniz bu barədə? Düzdür? Bu qəşəngdir, hə? O təriflər kimə gedəcək? Mənə gedəcək də, elə deyil. Qəşəngdir. Ay nə qəşəngdir. Bu nə qəşəngdir düzəldib də. Ay cırtdan. Hə. Qulaq asırsan. Hə. Fikrim qalmışdı. bu. Cırtdan, sən o işin, uşaqlar, bax siz də yadınızda saxlayın. Birdən ola bilər də, sizdə də cırtdan kimi istəyirsiniz ki, bir dənə əl işini evdə düzəldilmiş, yəni. Yəni hazır. Hazır. Yəni kimsə düzəltmiş o formada. Onu aparıb göstərəsiz. Aha. Nə olacaq nəticədə? Heç nə deyəcəklər ki, Tərifləyəcəklər. Ay maşallah, nə qəşəngdir. Bunu düzəldən nə qəşəng düzəldib. Amma ki, bir məsələ var. O təriflər həmin o şəxsə aid olacaq. Sizin olmayacaq. Birazdan özünüzü pis hiss eləyəcəksiniz. Elə deyil? Elədirmi? Cırtdan elədir. Nə bilim, çiçək bacı, tərifi mənə deyəcəkdi. Mən aparıramsa tərifi mənə deyəcək. Qurtaracaq da. Cırtdan, indi zəng gəlir. Eşidirsən? Hə, eşitdim. Dostumuz zəng eləyir müsabiqədə iştirak eləsin. Uşaqlar, çiçək bacı. aşağıdakı nömrələr yadınızdan çıxmasın. Müsabiqədə iştirak eləyin. Hə, getdik uşaqlar. Çiçək bacı, bunu da götürdüm, getdim. Tez olun, gəlin, qaçsıq müsabiqəyə. Yaxşı. Hə.
necəsən? Yaxşıyam. Adın nədir? Bətul. Neçə yaşın var? 11. Məni tanıyırsan, mən kiməm? Cırtdan. Cırtdan, divə qalib gələn cırtdan. Hə, dostum, bu xanalardan birini seç və oyunumuza başlayaq. 3. 3. Aha. La 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 la. Hansı oyunumuzdur? Çok maraqlı oyunlarımız var. Aha! Kasa oyunumuz var. Hazırsan? Bax, bu oyunumuzda Hazırım. kasanın altında yumurta var. O yumurta kasalar fırlanacaq və biz o yumurtanı tapmalıyıq. Yaxşı? Yaxşı. Başladı. 3, 2, 1. Hazır ol. Yumurta buradadır. Kasalar bağlandı. Ve indi fırlanırlar. Görək hardadır. Karıştırdım ben. Hardadır? İkincidə. Biraz yaxşı fikirləşək. Birincidə. Birincini açaq görək. Aferin sənə. Əhsən. Qalib gəldin. Yenə oyun oynamaq istəyirsən? Bəli. Getdik. Aha, xana seç. 5. Açdım. Neçə? 5. 5-ci xana açılsın. Mənim ən sevdiyim oyun. Bu qutuların içində müxtəlif əşyalar var. Müxtəlif əşyalar yerləşir burada və sən o qutuları içində nələr var? Ən azı 3 dənəsini mənə deməlisən. Hazırsan? Hazırım. Başladıq. Diqqətlə bax və bizə denən görək hansı nömrənin içində nə var? Hazırsan? 7'də üzüm var. 7-də nə var? Üzüm. 7-də üzüm var, baxaq görək. Əhsən. Sonra 8'də portağal var. 8-də portağal var, baxaq görək. Aferin. Sonra 9'da qarpız var. 9-da qarpız var, baxaq görək. Aferin sənə. Çox rahatlıqla tapdın ha, cırtdanın ağıllı dostu. Oyunumuzda qalib gəldin, təşəkkür edirik ki, oyunumuza qoşuldun və sənə hədiyyəni mütləq göndərəcəyik. Sağ ol. Cırtdan, Hə. sən mənə dəqiq denən görüm nə eləmək istəyirsən? Heç nə çiçək baca. Bəs çiçək baca, bəs istəyirsən mənim qəlbim qırılsın? Qəlbi niyə qırılır ki? Heç uşaqlar da istəməz ki, cırtdanın qəlbi qırılsın. Yox, elə heç deyil kəs uşaqlar. istəməz. Elə Amma deyil uşaqlar. Qəlbi niyə qırılır sənin? İstəyirsiniz cırtdan küssün, buradan getsin? O, niyə? Yo, bəlkə istəyirsiniz ki, müəllimə cırtdanı danlasın. Aha. Cırtdanı pərt olsun. Aha. Bəlkə cırtdanı sinifdən qovsunlar. Hətta müdürün yanına aparsınlar. Ay cırtdan, sən hara getdin? Niyə səni müdürün yanına? Məktəbdən qovarlar. Ay cırtdan, sən nə danışırsan? Çiçək bacı, Bunlar sənin niyə xəbərin var? Bunların hamısı baş verə bilər. Baş Amma verə bilər. baş verməyə də bilər. Baş verməyə də bilər. Niyə? Necə olar o? Yəni istəyirsən ki, baş versin o? Yox, yox. Heç Ay, kəs istəmir. sağ ol. Uşaqlar, siz demək İstəmirsənsə istəyirsiniz. baş verməsin bu hadisə. Sən o əlindəki olan hədiyyəni mənə ver. Mən o əl işini düzəltdiyin şey var ha. Onu ver mənə. Mən aparım məktəbdə göstərim. Desinlər ki, afərin sənə cırtdan. Yaxşı. Sən nə qəşəng düzəltmisən. Bunu eləyərəm, amma mən bayaq da dedim ki, bu afərinlər kimə gedəcək? Kimdə Sənə. olacaq? Mənə olacaq. Sən razısan? Yəni məni Çiçək tərifləsinlər. bacı. Nə yaxşı, olsun da mənə deyəcəklər. Hə, çiçək bacı. Hə. Deyirəm ki, ver də onu mənə nə olar? Onsuz da baş verməyəcək də, o hadisə baş verməsin istəyirsən. Mən mənə. istəmirəm, amma istəmirəm ki, sən bu cür iş görəsən. Çünki bu işin düz deyil.
Bax cırtdan. Sən indi yaxşı, bunu apardın, verdin. Bugün bunu elədin. Səhəri gündə ola bilər ki, başqa bir iş olar. Yenə də kimsə düzəldəcək, sənin yerinə aparacaq, sənin yerinə. Axı sən narahat olmayacaqsan ki, axı bu qədər tərif, bu qədər yəni sevinc istəmərsən ki, sənin olsun. Məsələn, Çiçək sən bacı. özün düzəldəsən onu və təriflər sənin olsun. Elə deyil uşaqlar. Çiçək bacı, mən boynuma alıram. İstəyirdim ki, mən bunu aparım, müəlliməmə göstərim, uşaqlara da göstərim, desinlər ki, nə qəşəng düzəltmisən cırtdan, əhsən sənə cırtdan, afərin sənə cırtdan, desinlər sən nə ağıllı, əl işi, nə gözəl olan bir uşaqsan. Onu Yaxşı. istəyirdim. Onu istəyirdin, amma sən nə fikirləşirsən indi? Birazdan narahat olmayacaqsan ki, o sənin tərif sənin deyil. Narahat olmayacaqsan. Məsələn, mən narahat olardım. Deyərdim ki, axı kaş mən düzəldərdim, bacardığımı düzəldərdim, amma mənim olardı, mənim üçün olardı. Ona görə də uşaqlar, yaxşı olar ki, yəni hər işimiz də olsa bacardığımız olsun. Balaca olsun. Bacarmıram. Sən bacarırsan, ay cırtdan, sən özün. Sən yoxdur ki. Bacarmıram nə iş olur? Gəl belə eləyək. Mən sənə biraz kömək eləyim. Razısan? Məni kömək eləyəcəksən? Hə, kömək eləyək. Necə kömək eləyəcəksən? Biraz kömək eləyim də. Yəni bayaq məsələn köməkdən danışdıq da. Sən də elə bilirəm razısan köməyə. Çiçək bacı. Hı. Bəlkə deyirəm, bəlkə bir belə qərar alaq ki, mən özümə çox zəhmətə salmayım. Hə, Deyirsən kömək eləyəcəm sənə. bəli, kömək Bəlkə eləyəcəm. elə sən hamısını düzəldəsən, gətirəsən, sonra mən aparım məktəbə göstərim ki, müəlliməm, əziz Cırtdan, bir dəqiqə müəlliməm, dayan, bir dəqiqə dayan. mehriban Mən müəlliməm. bayaqdan kim üçün danışıram? Mənə çox maraqlıdır. Yəni bayaqdan danışıram, bu qədər söz dedim. Belə deyil uşaqlar. Bu uşaqlar da artıq deyirlər ki, etiraz eləyirlər. Yəni sən eşidirsən bilmirəm, mən eşidirəm. Deyirlər ki, ay cırtdan. Ay cırtdan. Gəl qəşəng bir dənə razılaş. Bunu qəbul elə ki, biz nə qədər belə işlər görsək, həqiqətən də bizim olmayacaq. Yəni biz bir şey bacarmayacaq. Başa düşdünmü? Hə. Yəni mən başqasının qabiliyyəti olacaq. O daha da özünü inkişaf elətdirəcək. Mən nə olacam? Mən heç nə öyrənməmiş olacam. Amma mən zəhmət çəksəm, özüm bacardığımı bu gün biraz qəribə düzəldə bilərəm. Gələn dəfə biraz yaxşı düzəldə bilərəm. Elə deyilmi? Getdikcə o qədər qəşəng düzəldərəm, axırda nə olacaq? Qəşəng bir şey. Qəşəng bir şey olacaq. Axırda daha istədiyini ala biləcəksən. Bir dəfə alınmaz. Elə bilirsən mən bunu bir dəfə alındırmışam. Sən də çox alınıbdı, çox eləmişsən. Yox, bir dəfə istədiyim kimi alınmadı. Sökdüm, təzədən yığdım. Hə, sökdüm, təzədən yığdım. Dedim, Hövsələn var yox. sənin də Şey, çiçək bu bacı. sən bacaran deyil. Biraz da oturdum, əlləşdim. Bir də gördüm ki, yoruluram. Bax uşaqlar, bunu qərar alın ki, yoruldunuz, daha davam eləməyin. Onda çiçək bacı. Gedin başqa işlə məşğul olun. Çiçək İndi sən bacı. bayaqdan, Hə. biraz istirahət eləmisən. Deyirəm Fikrin ki, də dağılıb. Gəl mənimlə bir yerdə gedək, düzəldək. Nə Elə deyirsən mən də onu cırtdan? deyəcəkdim ki, çiçək bacı. Görürəm ki, çox həvəslisən də mənə kömək eləmək istəyirsən. Hə. Gəl onda mənlə gedək. Biz də qəşəng mənə dostuq da. Kömək elə. Hə, dostluq istəyirəm sənin üçün yaxşı olsun. Gedək, getdik. Gəl cırtdan, getdik. Uşaqlar, gəlin sizə kömək eləyim. Ancaq birinci tapmacanı dinləyək. Gedən karvan oyandı, göylər ala boyandı. Azancı azan verdi, el yuxudan oyandı. Hə uşaqlar, bax bu ən çox kəndlərdə olur. Kəndlərdə səsini daha çox eşidirlər. Qəşəng tacı var başında, qanadları var, yerdə gəzir, həyət evlərində gəzir. Hə, tez yazın göndərin aşağıdakı nömrələrə. Çiçək bacı, deyirəm ki, nə gözəl alındı bu. Bərabər iş görmək necə də xoş imiş, Doğrudan da çox əyləncəliymiş. Gördün, necə Hə. alındı? Çiçək Deyərdin bacı. alınmır. Çox sağ ol, mənə kömək elədin. Düzdür, mən əl işimi indi belə düzəltdim. Mən öz kəndimizdəki olan evləri oxşatmaq istədim. Amma Bəli, oxşadı da, çox hə, oxşayır. Çiçək bacı.
Şirin Hamıdan oldu. fərqli olacaq mənim əlişim. Gedib göstərəcəm, deyəcəm ki, kənddəki evimizdir. Bəli, kənddəki evimizə oxşadı. Çox qəşəng alındı. Ay, Bu çiçək. sənin əlinin zəhməti oldu. Hə. Görürsən? Bax biz dostduq, bir-birimizə kömək elədik, belə bir şey alındı. Deyirəm ki, Göründü. Çiçək bacı, o qədər xoşuma gəldi ki, lap içinə girib yaşamağım gəlirdi. Cırda sən bu içində Ev yerləşməlisən. vaxtında papağım yekədi, papağımı çıxardıb girərəm. Bəlkə içində yaşayım onun. İstir Pəncərəsindən papaqlı, istir papaqsız. Sən o qədər balaca deyilsən axı. Lap balaca elədin özünü. Yaxşı, yaxşı, Çiçək xala, sən mənim ən yaxşı dostumsan. Sən də Mənə kömək elədin. Hə, bu dostlar bir-birinə kömək eləyər də cırtdan. Hə. Çiçək bacı hamımızın dostudur, tək Bəli. mənim yox. Hamımızın dostudur Çiçək Bəli, bacı. bunu demişdik də. Mən hamımızın dostuyam və bir-birimizə də kömək Hə, eləyirik. Çiçək bacı. İndi mən bunu aparıb müəlliməmə göstərə bilərəm. Bəli. Deyərəm ki, öz zəhmətimlə düzəltmişəm. Düzü kömək eləyən də olubdu. Amma ən çoxunu özüm eləmişəm. Hə, elə deyim? Elədir. Sən bunu mən sənə yol göstərmişəm. Əslində sən bunu özün düzəltdin. Hə. Oturdun qəşəng səbirlə. Baxın uşaqlar. Necə oldu? Cırtdan niyə düzəldə bilmirdi? Ola bilər sizin də başınıza gəlsin. Hə. Ola bilər ki, həmin vaxtı düzəldə bilməyəsiniz. Hə, də, hövsələsiz olun. yorulmusunuz. Hə. İstirahət Ay, eləyəsiniz. sağ ol. Ona görə də qəşəngcə Aha. gedin istirahət eləyin. Biraz Aha. fırlanın, oynayın. Sonra birdən ola bilər ağlınıza gəlsin ki, "Ha, bəlkə bunu bu cür düzəldərdim." Mənim olub ha, başıma da gəlib cırtdan. Hə, Çiçək bacı. Sonra düzdür. gedib qəşəngcə daha qəşəng, daha səbirlə, axı hövsələniz var, yorğunluğunuz çıxıb. İstirahət edib gələndən sonra daha qəşəng alınır. Hə, hə. Elə deyil Hə, uşaqlar? Çiçək bacı, düz deyirsən Çiçək bacı. Əhsən bizə, ikimizə də əhsən. İndi deyirəm ki, Çiçək bacı, day mən bəlkə bunu gedim aparım, qaçım müəlliməmə göstərim. İndi bu dəqiqə yox da, verilişimizin axırına az qalıb. Hə. Demək olar bitiririk. Hə. Hə, gəl uşaqlarla sağollaşaq, Hə, sağ ol. sonra bunu aparıb müəllimənə göstərərsən. Hə, yaxşı, yaxşı, Uşaqlar da Çiçək əlbəttə ki. Hə, uşaqlar, baxın, aşağıda gördüyünüz nömrələr ki var, tapmacanın cavabını, Aha. əl işləriniz varsa bu cür, Aha, mənim kimi. onları və müsabiqədə iştirak eləmək istəyirsinizsə, Aha. bu nömrələrlə əlaqə saxlayın. Bura yazın və iştirak eləyin. Sözlərinizi, fikirlərinizi yazmağı da unutmayın ha. Uşaqlar, bu günlük bu qədər. Görüşənə dək. Sağ olun uşaqlar. Mən də getdim, mən də getdim. Sağ olun.